Hər kəs salamlayıram kanalımda, xoş gördüm deyirəm və yeni bir vlog ilə yenə də sizinləyəm. Bugünkü vlogu səhərdən başlayıram. Gördüyünüz kimi burada hərəmiz öz işimizi görürük. Oğlum öz yerini düzəldir. Düzdür, hərdən səhv yığır. Çox çalışma ki, bunu yaxşı eləsin, amma bacardığı hələ ki budur. Ona görə mən də əl vurmuram, qoy bacardığı kimi eləsin, amma öz işini özü görsün. Yavaş-yavaş böyüdükcə qalan elə bilmədiyi tərəfləri də məncə düzəldib daha da yaxşı olacaq. Bugün iş günü olduğu üçün tez-tez üstdən evləri yığışdırmaq istəyirəm. Ona görə də hamını da qoşmuşam. Mənə köməklik etsin. Qızıma mətbəxi tapşırmışam. Hal-hazırda artıq qab yuyanda olan təmiz qabları çıxardıb yerbəyer edir və sonra isə bütün mətbəxə əl gəzdirəcək. Məndə isə yenə də yuyulmuş paltarlar burada yığılıb bu qədər. İndi bunları da aparacağım ki, hamısını götürüm, yığım. Bu arada bizə bacımın qızım da gəlmişdi. Onu da qatdım bu işlərə. İndi isə istəyirəm ki, bu uşağın oyuncaqlarını hamısını yığışdırım, yerbəyer edim. Çoxdan da bu işlərlə məşğul olmamışam. Ona görə də istəyirəm bugün buna da biraz vaxt sərf edeyim. Demək olar ki, üstdən bugün bütün şeyləri yığışdırmaq istəyirəm. Hər şeyi yerbəyer etmək istəyirəm, amma qalan pilisos etməyi, yeri parla silməyi, bunları isə sabaha saxlayacağam. Nə qədər evləri sərgiyə salsam da qızlar, həm Emil balaca olduğundan oyuncaqları görə bilərsiniz, həm stolun üstündə, həm yerdə, həm də ki, bəzi şeyləri həmişə deyirəm vloglarımda aparmalıyam kənd evimizə, amma kənd evimiz heç cür hazır olub bitmir deyənə hələ də buradadır. Ona görə də bəzi şeylər burada qalıb, yer tutur. Ona görə hər şeyin öz yeri olsa daha da rahat olar, daha da evimiz daha da yaxşı səliqəli olar, səhmanda olar. Amma mən çalışıram ki, hər gün buraları yığışdırım ki, bu qədər qarışıq görünməsin. Mənim bu həftədə o qədər çox işlərim oldu ki, qızlar, ona görə də burada bu qədər şey də yığılıb. Çünki hər gün evə vaxt ayıra bilmədim. Bu həftə biraz çox, deməli, gərgin həftə oldu işlə bağlı. Ona görə də heç nə çatdırmırdım. Demək olar, ancaq işimə baxırdım. Bir də ki, uşaqlar üçün yemək bişirməyə ki, heç kim evdə ac qalmasın mən işdə olarkən. Ona görə də bəzi şeylər belə bugünə düşdü. İndi isə hamısını yığışdıracağım. Məncə bunlar heç yerə qaçmadı. Əsas işlərimi həftə boyunca etdim. İndi isə rahatca bunları yığışdırmaq olar. Son iki vlogda qızlar sizi çox yaxşı tanıdım demək olar. Çünki rəylərdə həm mənim suallarımı cavabsız qoymadınız, öz fikrinizdə yazdınız. Həm də ki, bəzi xanımlar yazırdılar ki, kosmetika bizə maraqlı deyil, kosmetikadan çəkməyin. Bəzi xanımlar isə yazdı ki, son iki vlogda olan format bizim xoşumuza gəlmir. Bəs əvvəlki kimi sadə belə danışsam daha yaxşıdır. Və bundan istəyirəm mən də nəticə çıxardım. Sadə belə vloglar çəkim yenə də sizin üçün. Gördüyünüz kimi burada gerbari eləmişdim. Kənddən bəzi güllər və yarpaqlar gətirmişdim. Onları qurutmuşdum. Sonra istəyirəm onlardan belə bir ideyam var. Onu eləyəcəm. Və istəyirəm sizdən yenə də soruşum. Hansı formatda sizin xoşunuza gəlir? Xoşunuza gəlirmi mən bunları yığışdıranda danışım hansısa uşaqlara aid logopedik bir mövzularda, yoxsa sadəcə olaraq sırf ev mövzuları daha sizə maraqlıdır. Rəylərdə zəhmət olmasa öz fikrinizi yazarsınız. Burada isə nəhayət ki, keçdik oyuncaqlara. Oyuncaqlarda deməli yenə də böyük maşınları ayırırıq, xırdaları ayırırıq, kubikləri ayırırıq, qab-qacaqları ayırırıq və həmişəki kimi hamısını ayırıb qoyuruq yerinə. Əslində Emil o qədər belə uşaq deyil ki, hamısını götürüb töksün. Nəsə tökəndə sonra yerinə qoyur. Xoşlayır ki, görürsünüz, özü də həmişə bizə köməklik edir biz yığışdıranda. Xoşlayır ki, deməli hər şey yerində olsun. Amma hərdən papasıyla çox qalanda, mən işdə olanda, yəqin fikirləşirəm ki, darıxdığından başlayır hər şeyi yerə tökməyə. Bütün bu korobkalardakı oyuncaqları hamısını tökür yerə, yerlə bir eləyir və orada arada qurdalanır, oynayır. Belə bir şeylər də baş verir. Axırıncı son zamanlar bu çox baş verib deyənə, ona görə hər şey belədir. Yerdə görürsünüz nə qədər sınıq, xırda oyuncaqlar var. Onları indi süpürüb götürəcəyik. Onlar artıq lazımsızdır. Niyə bu oyuncaqların çoxsunu tullamıram ya da kiməsə vermirəm qızlar? Çünki bunları aparacağım öz işimə. Hələ ki apara bilmirəm. Çünki nəyisə aparan kimi o hiss edir ki, filan oyuncaq yoxdur və başlayır onu axtarmağa. Ona görə indi nəyisə apara bilərəm işə, amma apardığım kimi qaytarıb qoyuram yerinə. Mənə əslində icazə verir ki, mən işimi aparım. Amma o şərtlə ki, qaytarım onları qoyum yerinə. Ona görə də hələ bu oyuncaqlar burada qalır, amma ümid edirəm ki, 1-2 ilə Emil böyüyəndən sonra ona bunlar lazım olmayacaq və hamısı gedəcək mənim iş yerimə.
Kızlar bugün naruşeniya eləmişəm və burada olan, olmayan lazımsız şeyləri hamısını almışam. Mənə də Emil köməkli eləyib bu lazımsız şeyləri almağa. Belə bir şeylər alıb, krekerlər, buzlu. Sonra mən uşaqlara belə bir sasoliçkalar almışam. Biri də içində niyəsə açıqdır. Sonra belə vafli olan içində şokolad. Belə peçenkalar almışıq. Bunu da yulaflıdır. Emil kömək eləyib. Mən getmişdim ki, heç olmasa bir dənə konfet alım. Emil isə bütün deməli korzinanı mənsiz, səbəti mənsiz doldurub. Spustedva. Evet. Səbəti mənsiz doldurub. Mən bundan aldım. Əvvəllər bunu şirniyyat o qədər çox şirniyyat yeyən vaxtları çox xoşuma gəlirdi. Nabat. İndi nəsə gördüm, istədim. Ümumiyyətlə bugün o qədər yorğunam ki, çox yorğun olan günləri mənim üçün biraz şirniyyat tələb eləyir elə bil. Enerjimi qaldırmaq üçün düzdür. İndi saat 8-dir, axşam 8-dir və enerjini qaldırmayıb gedib yatmaq da olar. Amma yenə də nəsə tələb eləyir. Deməli belə aldıq marmeladkalar, jileykalar. Kilosu 6.99-dur, məncə 1.79. 1.79 aldıq, amma baxın nə qədərdir, çoxdur. Burada nə var yenə? Hə, bunlar da qalardı. Belə balaca. Biz o balaca konfet axtarırıq ki, heç olmasa çayın içində o qədər şirin olmasın. Camışımızdır. Baxın nə burdadır. Nəsə dayanmır. Nəsə burada elə bilib ki, bunun üçün də nəsə var. Yoxdur heç nə. Yoxdur. Dalsı çox. Sonra bunu mən istədim bugün. Demirəm, bugün nəsə məni belə lazımsız şeylərə çəkir. Bu da dartır. Bu da ucu Albina burada açıb. Deyəsən, bunlar da elə o gündədir. Suşkalar. Mən bir dənə yoxlayım. Balaca vaxtı daha dadlı görünürdü bunlar mənə. Artıq sabahsı gündür və bugün 6-cı gündür, mənim ev günümdür. Mən də istədim ki, bu 3 dənə şkafın içindəkilərini də yığışdırım, səhmana salım. Çoxdan bunu etmək istirdim, amma heç cür buna vaxtım, əlim çatmırdı. İndi isə bugün mütləq bunu etməliyəm. Bilirsiniz, əvvəllər işə gedəndə mən, tez işə düzələndə bu logoped olaraq. Niyə deyirəm logoped olaraq? Çünki bundan qabaq 10 il ibtidai müəllim işləmişəm. Adi orta məktəbdə. Ona görə deyirəm ki, logoped olaraq işləməyə başlayanda mən daha razı idim ki, 6 bazarda işləyim, amma yoldaşım dedi ki, yox, 6 bazar işləməm. Həm bizim üçün 6 bazar qalsın, həm də ki, 6 bazarda işləsən, çox yorulacaqsan. Nə yaxşı ki, onda o mənə bunu dedi və mən də bu 2 günü özümə saxladım. İndi o qədər bununla razıyam. Həm ev üçün, ev işləri üçün, həm ailə üçün əslində də bu 2 gün çox lazımlıdır. Həm də ki, özümü biraz toparlamaq üçün. Çünki 5 gün işləyəndə dayanmadan həm ev, həm iş olanda insan yorulur və heç olmasa bu 2 günü belə çox yorulsam, heç nə də eləməyib də boş-boşuna da gün keçirmək olar. Amma birinci günü işə gedəndə artıq insan yenə də özünü toparlayır və sevinə-sevinə işinə davam etməyi istəyir. Və indi burada olan kitabların yarısını istəyirəm ki, seçim, lazım olanları saxlayım, lazım olmayanları tullayım. Əslində mən kitab tullamağı xoşlamıram, ona görə də bu qədər kitab yığılıb. Qızım və mən gözləyirik ki, evimiz, kənddəki evimiz tikilib qutarsın və orada da özümüzə kitabxana düzəldək, böyük bir kitabxana. Orada böyük bir kitabxana düzəldəndən sonra kitabların yarısı da buradan gedəcək. Burada tam bizə hal-hazırda lazım olan kitablar qalacaq. Qalanları isə hamısını aparacağım. Ora lazım olanda oradan götürüb oxumaq olar, lazım olanda gətirmək olar, aparmaq olar və bu qədər kitab artıq evimdə olmayacaq. Çünki burada çox balacadır evimiz, cəmi 2 otaqdır. Ona görə hər şeyi burada yerləşdirmək biraz çətindir. Mən isə artıq demək olar ki, bitirdim. Bu şkaflar da mənə əvvəldən baxanlar bilir ki, televizorun altındakı şkaflar idi. Sonra elə oldu ki, həm Emil üçün yer olmurdu, balaca idi. Həm də ümumiyyətlə bu şkafları mən yerdən heç vaxt xoşlamamışam. Çünki Albina balaca olanda oynayanda başı dəymişdi bu şkaflara və kəsilmişdi. Mən də onu biz də onu aparıb tikdirmişdik. Çünki çox böyük bir dərin yara olmuşdu. Ona görə bu şkafları o qədər xoşlamıram. Hələ qoymuşam bura. Ola bilsin ki, payızda aparacam, kənddə saxlayacam. Və bu şkafların ən birincisində şəkillərimiz var idi. Baxın, burada kimi tapdım. Bu Albinadır və istəyirəm biraz da sizə bizim toy şəkillərimizdən göstərim. Deyirəm, vaxt necə də uçub gedir. Artıq bizim toyumuzdan 18 il keçdi. Qızlar, keçəcək. Daha doğrusu bu ayda olmuşdu elə bizim toyumuz, iyun ayında. Və baxın, belə bir dəvətnamə düzəltmişdik o vaxtları özümüz. Bu da mənim Kamil balamdır. Bu isə mən və mənim qardaşım balacalıqda.
Bu isə mən və mənim sevimli Nərmişim, bacım, qızım. Bu Koçelya indi də kənddədir. Orada gedəndə, çəkəndə görürsünüz artıq. Bilirsiniz, bu Koçelyanın tam 45 yaşı oldu. Çünki bu Koçelyanı atam özü düzəltmişdi. Mənim bacım üçün hələ də kənddə qalıb. Baxın, görən qızlar, bir dənə tapdım. Mənim belə sketchbookum var idi. Emil anadan olmamış. Biz, Albina, mən və Kamil oturub birlikdə şəkil çəkirdik. Elə olurdu ki, eyni şəkil tapırdıq, üçümüz də çəkirdik. Elə olurdu ki, hərəmiz başqa-başqa şəkil çəkirdik. Amma eyni, oturub eyni vaxtda bir stol arxasında çəkirdik. Çoxdan da bunu eləmirik. Bunu görəndə yadıma düşdü. İndi baxım görüm, əgər mənimlə istəsələr yenə də başlamaq, belə bir şey etməyə yenə də başlayarıq, üçümüz də çəkərik. Bir ara çox elirdik. Bu sketchbooku hələ bu uşaqlardan çəkə-çəkə bitirmişik. Dediyim kimi bəzi şəkilləri birlikdə seçmişik, bəzi şəkilləri isə ayrılıqda. Bu isə kimsə uşaqlardan götürüb mənim sketchbookumda çəkmişdi. Belə baxıram ki, indi aralarında qəşəng alınan şəkillər də var. Ümumiyyətlə mən fikirləşirəm ki, bütün belə əl işləri həmişə etməli bir işdir ki, daha da mükəmməlləşsin. Bir müddət eləməyəndən sonra insanın yadından çıxır və o qədər yaxşı alınmır. Amma tez-tez eləyəndə daha da mükəmməlləşdirirsən və daha da gözəl alınır. Düzdür, belə şeyləri saxlayanda yer tutur, amma yenə də tapanda, belə baxanda çox maraqlı olur insana. Keçmişdə elədiyimiz yadımıza düşür, xoş anlar yadımıza düşür. Ona görə düşünürəm ki, hərdən bəzi belə şeyləri saxlamaq yaxşıdır. Mən isə yığışdırıb bitirdim və birinci polkada bütün bizim Xerox-a lazım olan əşyaları saxladım. Burada həm Xerox üçün deməli kağızlardır, həm də ki fayllardır, laminasiya aparatıdır və bəzi belə karandaşlar, flomasterlər, belə bir şeylərdir. İkincidə isə şəkillərimizi saxlamışam və bəzi işə apardığım şeylərdir, hansılar ki hələ qalıb, amma bir müddətdən sonra işə aparacağım. Və üçüncü siyirmədə isə dediyim kimi kitablardır. Beləliklə hələ ki belə yığışdırdım. Mən isə indi bu 3 dənə toyuqdan, 3 dənə böyükdür, baxın nə qədər böyük toyuqlardır. Bunlardan polfabrikat eləyəcəm və Albinanı göndərmişdim mağazinə, nələr alıbsa baxaq. Soğan, pomidor, xiyar, kukuruz, bundan bir şey bişirəcəm mütləq, baxın və çox maraqlı olacaq. Həmişəki kimi Milla marojna, həmişəki kimi bizim sevimli smetanamız, pendir, kabaçok, göbələk və kartof. Bunlar hamısı bu 3 dənə toyuqla bişirmək üçün lazım olan məhsullardır. Ona görə göndərmişdim ki, alsın. İndi isə həmişəki kimi başlayacağım marojnadan. Düzdür, bu marojna mənə o qədər xoşlanmıram. İçində şokoladkalar da var, amma mənim heç xoşuma gəlmir. Mənim sevimli marojnam ağ plambir. Çox xoşlayıram bu marojnanı və başqa heç bir marojnanı priznavat eləmirəm. Amma yenə də mənim üçün marojna almadıqları üçün, ancaq özləri üçün bir vedrə marojna aldıqları üçün düşündüm ki, yaxşı, bu istidə heç olmasa nəylənsə ürəyimi belə soydum. Və bugün Emil nənəsigilə gedib deyənə, bugün sakitçilikdir və işlərimi tam səhərdən işlərimi görürəm. İndi də dediyim kimi marojna time, sonra isə davam edirəm. Başlayıram bu boyda böyük toyuğu kəsməkdən. Toyuq biraz hələ buzluydu, ona görə biraz kəsmək çətin oldu, amma yenə də mən bunu bacardım. Bu toyuqların üçünü də kəsəcəm və sümüklərini qaynatacağım, bulyon edəcəm. Tam sümük olmayacaq, sümüklərdə biraz da ət qalır və qaynadıb bulyon edəndən sonra ətdən təmizləyəcəm, sümükləri atacağım, bulyonu da süzəcəm. Hər dəfə sup, qreçka nəsə bişirəndə bu bulyonda bişirmək olar. Deməli, filədən və bəzi bud ətrafında olan ətlərdən farş eləyəcəm. İndi gördüyünüz kimi kəsib qutarmışam. Burada isə bu qazanda atıb hamısını bulyon edəcəm. Qazanma fikir verməyin, rəngi belədir, çünki onu duxovkaya qoyuram. Bunu çox istifadə edirəm, çuğun olduğundan üstü çıxmır. Bizdə ailədə toyuğun bu üstündəki olan qabığı yeyilmir, ona görə dərisi. Ona görə onu tam ayırdım və saxladım. Kəndə gedəndə aparacam itlərə. Qanadlarını ayrı yığdım, indi bunu marinad eləyəcəm və salacam bir paketə və qoyacam buzluğa. Donduracam və istəyəndə çıxardıb sobaya qoyub sadəcə qızartmaq qalacaq.
Bir toyuğun döşətini saxlamışdım. Onu isə kubik varı kəsəcəm və bunu da 2 paketə yığıb qoyacağım buzluğa. İndi isə qubqa ilə bunu silirəm. Qubqada feyri var ki, tam ətin bütün mikroblarından, belə deyim, bu taxta təmiz olsun. Yaxşı-yaxşı silirəm. Üstündən təmiz əski ilə də keçəndən sonra başlayıram işlərimi davam etməyə. Sizi bilmirəm necə qızlar, amma mən xoşlayıram ki, ət işi, toyuq işi, balıq işi bunları eləyəndən sonra ona görə çalışıram ki, ümumiyyətlə bunları bir günə salım ki, qutarsın. Çünki bundan sonra qubqanı atıram, əskini isə dəyişirəm. Belə daha təmiz olar. Bu əski və qubqa daha heç yerə sürtülməsin deyənə. İndi isə 3 toyuqdan, döşətindən və dediyim kimi bu dibisindən çıxartdığım bu əti farş etmişdim. İndi isə bu farşdan bir neçə yemək bişirmək istəyirəm. Sizinlə də bölüşəcəm. Bugün elə yeməklər eləyəcəm ki, hansını ki mənim kanalımda etməmişdim və göstərməmişdim. Deməli, bir hissəsinə əvvəlcədən yumru düyü qaynatmışdım. Onu da əlavə edirəm. Biraz da bura deməli əlavə edəcəm konserv olunmuş qarğıdalı. Hal-hazırda əslində qarğıdalı sezonudur. Siz sadəcə olaraq götürüb qarğıdalı alıb, qaynadıb belə də eləyə bilərsiniz. Mən də belə eləyərdim əslində, amma əvvəlcədən bunu düşünmədim deyənə vaxt olmadı. Ona görə qaynadılmış aldım və bura əlavə elədim. Ümumiyyətlə yayda qarğıdalı çıxan aralarda mən çoxlu qarğıdalı alıram, qaynadıram. Özüm onu belə ayırıram və buzxanada saxlayıram. Deməli, bura duz, istiot, hansısa ədviyyatlar da ata bilərsiniz zövqünüzə görə. Sonra bunu yaxşı-yaxşı qarışdırırıq və biberlərin içini doldururuq. Əslində bunun biberlərin içində doldura bilərsiniz, istəsəz kələmin içində doldura bilərsiniz. Adi dolma kimi hər cür məncə çox dadlı olar. Bəzən badımcanın içində doldurmaq olur. Dediyim kimi bu hər bir tərəvəzin içində dadlı olacaq, amma mən bu dəfə biber götürdüm. Məndə bu dəfə həm rəngli biberdir, həm də ki adi yaşıl biberdir. Bunların hamısının içini belə qaşıqla doldurub qoyuram və sonradan ayrı grildə ya da ki sobada bişirmək olar. Ona görə əvvəlcədən düyünü qaynatmışdım. Amma məsəl üçün siz dolma kimi kələmin içində eləsəniz, heç düyünü qaynatmasanız da olar. Əvvəlcədən onu sadəcə olaraq dolma halında qaynadanda düyü özü yumuşalacaq. Mən sobada elədiyimə görə soba üçün əvvəlcədən qaynadılmış olsa daha yaxşıdır. Çünki düyü bişməyə bilər sobanın içində. Burada toyuq və tərəvəz tez bişir, amma düyü gec bişən bir şey olduğuna görə onu əvvəlcədən qaynatmaq daha yaxşıdır. Bu yemeği hələ bugün axşam yeməyimizə bişirəcəm deyənə sразу qoydum ayrı grilin qabına və hazır olan kimi qoyacağım ayrı grilə bişsin və axşam yeməyimiz olsun. Bir də nə göstərmək istirdim sizə bugün, bir dənə də yemək toyuq sendviçi deyirlər. Deməli toyuq farşından, bunu da toyuq ətinin farşından götürürsünüz, adi bişirmə kağızına yayırsınız, istəyirsiniz yumru yaya bilərsiniz, istəyirsiniz kvadrat şəklində və içinə istədiyiniz şeyləri qoyursunuz. Məndə bu pomidor və pendirdir. Siz göbələk və pendir qoya bilərsiniz. Ürəyinizdən nə keçir? Bu tvaroq da ola bilər. Bir də ki, məndə bu farşdan qaldı deyənə bu farşdan elədim, amma siz təmiz adi toyuq farşından eləyə bilərsiniz. Ədviyyatları qatdınız və belə onu yayıb içinə də istədiyinizi qoyursunuz. Bunu da sonradan sobada bişiririk. Bir də bugün toyuq kotletlərini bişirəcəm deyənə toyuq kotletlərin içinə 2 dənə belə balaca kabaçok əlavə edəcəm. Duz istiot zövqə görə və bir dənə də yumurta və kotlet bişirəcəm. Ona görə bunu indi rəndədən çıxardıram. Çox sulu olsa suyunu sıxırsınız, suyunu atırsınız və təkcə kabaçoku əlavə edirsiniz. Bu mənim toyuq sendviçlərimdir. Gördüyünüz kimi yığmışam, üst-üstə qoymuşam. Bu isə mənim toyuq kotletlərimdir. Biraz da ət qalmışdı, ondan da küftə elədim. İndi isə məndə tvaroq qalmışdı, kəsmi qalmışdı, hansının ki vaxtı bitirdi. Ona görə bundan da tvarojni zapikanka eləmək istədim. Bunun üçün 2 dənə kəsmik, 2 yarımdır məndə burada. 2 yarım kəsmiyi əlavə elədim. Smetana gördüyünüz bu 1 qap smetananı əlavə edəcəm. Yumurta əlavə edəcəm. Vanilin, bir də şəkər tozu zövqə görə əlavə edirsiniz. Məndə bu 3 xörək qaşığı idi. Hamısını yaxşı-yaxşı blenderla deməli əzişdiririk və sonra isə bir qaba töküb qoyuruq sobaya. Və salam. Yumurta isə gördüyünüz kimi 3 ədəddir və unuttum sizə deyim ki, qızlar bir də 1 xörək qaşığı kraxmal əlavə edirik. Kraxmal ona görədir ki, o biraz tutulsun, belə bərk olsun. Və qoyuruq sobaya, düz üstü qızaranacan, sonra çox gözəl desert olur.
həm bu desert olur dadlı, həm də o qədər kalori olmur. İndi də dediyim kimi blenderlə bunu hamısını əzirik ki, eyni kütlə olsun. Sonra istədiyiniz kimi bir qaba tökə bilərsiniz. Bu bir böyük qab da ola bilər, ya da ki porsiyon olaraq balaca qabları da. Bunu əvvəlcədən eləyib buzxanada da saxlamaq olar. Hər istədiyinizdə çıxardıb qoya da bilərsiniz. Üstünə də belə gilə meyvə də əlavə edə bilərsiniz. Mən isə sizə istəyirəm göstərməyi necə məndə alındı. Qızlar, çox dadlı bir şey alınır, çox. Və yadınızdadırsa, əvvəlki videolarımda belə bir xaçapuri eləmişdik, kəsmili. Onları hələ ki birinci dəfədir bugün bişirdim. Baxın, nə gözəl balaca xaçapurilar alındı. Və bu biberlərin üstünə əslində siz biraz da pendir əlavə edə bilərsiniz istəsəniz. Bu da artıq bizim kəsmili desertimiz hazırdır. Baxın, nə gözəl, yumuşaq. Düzdür, bunu belə qaşıqla götürüb yemək lazımdır. Çıxardanda biraz töküləcək. Ona görə əgər istəyirsinizsə hansı qonaqlara vermək, bunu porsiyon bişirsəniz balaca keks qablarında daha yaxşı olar. Mən sizə təşəkkürümü bildirmək istəyirəm ki, məni sonacan izlədiyiniz, hələ də abunə olmamısınızsa abunə olmağı unutmayın. Gələn görüşlərə dək.